Hər kəsə salam əziz mütavimlər. Bugün sınağımızın izahlarına baxacağıq. Birinci sınağımız da bizim üçün. Ümid edirəm ki, hər kəs üçün anlaşıqlı olacaqdır. Gəlin birinci sualdan başlayaq. Birinci sualda bizdən nə istəyir? Deyir ki, 5 rəqəmi ilə başlayan və 7 rəqəmi ilə bitən rəqəmlərin müxtəlif neçə fərqli 5 rəqəmli ədəd olur. Yəni bunu tapacağıq. 1, 2, 3, 4, 5 rəqəmli bir ədəd düzəltməliyik. İlk hərfi 5 rəqəmi ilə başlamalıdır. Son rəqəmi isə 7 rəqəmi ilə bitməlidir. Bunları yazırıq. Burada 5 rəqəmi ilə başlayırsa, bizim birinci mövqeyimiz bir vəziyyət olacaqdır. 7 ilə də bitirsə, son mövqeyimiz də yenə bir vəziyyət olacaq. Yerinə başqa rəqəm qoya bilmərik. Bəs qalan mövqeylərə nə qoya bilərik? Baxırıq. Qalan mövqeylərə 0, 1, 2, 3, 4, 5 artıq istifadə eləmişik, yazmırıq. Çünki müxtəlif istəyir bizdən. 6, 7-ni də yazmışıq, yazmırıq. 8 və 9-dan istifadə edə bilərik. Bu qalan 3 mövqeyimiz üçün. Deməli, baxırıq. Neçə dənə vəziyyətimiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, bura biz 8 dənə rəqəm qoya bilərik. Hansı birini istəsə yerləşdirə bilərik. Məsəl üçün, deyək, 0 qoymuşuq. Yəni, 0 məsəl üçün burada istifadə eləmişik. Artıq 0-ın da üstündən xətt çəkirik. Burada 0-a istifadə edə bilmərik. Çünki təkrarlanma olur, müxtəlif olmur. Neçə dənə vəziyyətimiz qalır geridə? 7 dənə. Bəli, 7 dənəsi də burada vəziyyət kodlaşdıra bilərik. Məsəl üçün, deyək ki, 1-i qoymuşuq. 1-i də buradan silək. Burada neçə dənəsi qaldı? 2, 3, 4, 6, 8, 9. 6 dənə rəqəmimizi də bura qoya bilərik. Bizim üçün neçə olar? 1 vurulsun 8, vurulsun 7, vur 6, vur 1. Bizim üçün neçə dənə müxtəlif vəziyyəti verir? 56, 56-nı da 6-ya vuranda 336 olmuş olacaqdır. Doğru cavabımız. İkinci sualına davam edək. İkinci sualda bizdən nə istəyir? Deyir ki, belə bir verilmiş söz verilibdir. Sözü minimum əlifbada kodlaşdırır. Minimum əlifbada kodlaşdırmaq nə deməkdir? Təkrarlanmaların qarşısı alınır. Məsələn, A hərfini götürürük. Sonra baxırıq. L hərfi var. L-nı da götürürük. A hərfi. Artıq A-nı əlifbamıza daxil eləmişik. Minimum əlifbamızda A hərfi var. Ona görə onu götürə bilmirik. Düşürük B hərfinə. Yenə A gəlir, A-nı götürmürük. L hərfi əlifbamızda var, artıq istifadə olunub. A hərfi yenə var. M hərfi. Baxırıq, M-imiz yoxdur. M-nı da əlavə edirik. A var, L var. A yenə var. T hərfi yoxdur. T-nı da əlavə edirik. A var, L var, A var. Aha, bura qədər aydın oldu. Neçə dənə hərfli bir əlifba yarandı bizim üçün? 1, 2, 3, 4, 5 simvollu minimum bir əlifba yaratdıq. Deməli, 5 simvollu əlifbada bir simvolumuzun həcmi nə qədərdir? 5 simvollu əlifbada bir simvolumuzun həcmi nə edirik? Baxırıq ki, 2-nin üstünə gətirə bilmirik. 5, yəni 2-nin üstü neçə arasında yerləşir? 2-nin üstü 2 ilə 2-nin üstü 3 arasında yerləşir. Bu bizim üçün 4-dür, bu bizim üçün 8-dir. Bax, 5 də düz bunun arasındadır, burada yerləşibdir. Biz bunu 2 bit götürə bilmərik. Çünki 2 bitə tam yerləşmir. Ona görə də 3 bit götürürük. Yəni, yaddaşda tutduğu yer 3 bitdir. Və bir simvolun yaddaşda tutduğu yer bizim üçün olmuş olacaq 3 bit. Aydın olur yəqin ki, bu da ikinci sualımızın izahı. Gələk, üçüncü sualımızla davam edək. Aha, üçüncü sualda bizdən nə istəyir? Deyir ki, Unicode ilə yazılmış mətin ASCII standartına keçirildi. Bu zaman mətin həcmi 220 bayt azaldı. Biz bilirik ki, ilk öncə Unicode standartında bir simvolumuz yaddaşda nə qədər yer tutur? Bir simvolumuz yaddaşda 2 bayt yer tutur. Bəs ASCII standartında bir simvol yaddaşda 1 bayt yer tutmuş olacaqdır. İndi baxırıq. Bu zaman mətin həcmi bizə deyir ki, 220 bayt azaldı. Deməli, nə edərik? İlk öncə burada Unicode-dan ASCII-yə keçəndə hər simvol üçün ölçü, baxır, görürsünüz, 1 bayt azalır. 2 bayt idi, 1 bayta düşdü. Bizim verilən şərtimizdə də həcmimiz 220 baytdır. Həcm bizim üçün 220 baytdır. Deməli, mətndəki simvolların sayı 220-dir ki, hər simvol üçün 1 bayt qənaət olunubdur. Yəni, ümumi
220 byte qənaət edilmiş olacaqdır. Ümumi simvollarımızın sayı da bizim üçün olacaq 220. Belə, dördüncü sualımıza baxaq. Dördüncü sualımızda nə deyir? Belə bir 16 üstü x plus 1 megabaytdadır. Bərabər eləyib 4 üstü x gigabayta. Aha, bizə nə edir? Bu tənlik verilibdir. Bunu həll eləməliyik. X-ımızı biraz düzəldək. Baxırıq ki, bu tərəf 4 ilə verilib əmsalı. Bu tərəf 16 ilə. Biz əmsallarımız eyni olsa qüvvətləri yəni dəyişə bilərikmi? Bəli. 16-nı yazarıq 4-ün üstü 2 şəklində. 4-ə gətiririk ki, burayla bərabər olsun. X plus 1 bərabərdir. Megabaytdır. Bunu da itirmirik. Bərabərdir. 4 üstü x. İndi baxırıq ki, bura gigabaytdır. Biz fərqli-fərqli ölçü vahidi olanda onun üstündə dəyişiklik eləyə bilmirik. Mütləq şəkildə bunu da megabayta gətirməliyik. Gigabaytı megabayta gətirməliyik. Yəni, nə etməliyik? Vurarıq 2 üstü 10-a. Aha. Bunu da vurarıq 2 üstü 10-a. İndi baxırıq ki, bura 4-dür, bura 2 üstüdür. 4-ləri də 2 üstü kimi göstərək. 4-ü necə göstərərik? 2 üstü 2-nin üstü 2, yəni 2 üstü 4, x plus 1 şəklində. Bərabərdir. 2 üstü 2 vurulsun 2 üstü 10. Artıq eyni ölçü vahidindədir. Baxırıq ki, artıq əmsallar eyniləşdi. Üstlərini nə edərik? Sistem tənlik kimi. 4x üstə gəlinsin 4 bərabərdir. Burada da vuranda üstlər toplanır. Bizim üçün olacaq 12. 4x bərabərdir 8-ə, x bərabərdir 2-yə. Cavabımız olacaq bizim üçün 2. Bu sualda yəqin ki, səhvlik var. Gözümdən qaçıbdır. Sualda yəqin ki, səhvlik var. Yəni, məncə heç arada səhvlik eləmədik. 4-ün kvadratı, x plus 1. Aha. Yəqin ki, heç nə gözümüzdən qaçmadı. 4 bərabərdir 12-yə. Belə, variantlarda ola bilsin ki, səhvlik var. 2-ni qeyd eləməmişik. Eyb yoxdur. Misalımızın həlli bu cürdür. 5-ci sualdan davam edək. Deyir ki, diskdə 600 megabaytlıq, bu bizim üçün təsəvvür edin ki, bir diskdir. 600 megabaytlıq bir boş yerimiz var. Bax, bura bizim üçün 600 megabaytlıq bir boş yerimiz var. Megabayt. Bu diskə 7 ədəd eyni ölçülü foto faylı və 3 ədəd 12 megabaytlıq video faylı yazıldıqdan sonra, aha, görək nə qədər boş yerimiz qalıbdır. Görək nə qədər boş yerimiz var. Yazıldıqdan sonra 424 megabayt boş yerimiz qaldı. Bizim əvvəlcə 600 diskimiz boş imiş. 600 megabaytlıq yerimiz var imiş. Müəyyən bir hissəsinə informasiyalar yazılıbdır və yenidən 424 megabaytlıq boş yerimiz qalıb. Yəni, necə taparıq? 600-dən 424-ü çıxarıq. İkisi də megabaytda çıxa bilərikmi? Bəli. 6, 7, 276 megabaytlıq yerimiz istifadə olunubdur demək ki. 7 ədəd eyni ölçülü foto faylı yazılıb. 3 ədəd də 12 megabaytlıq video faylı yazılıbdır. Yazılandan sonra deməli bizim üçün 276 megabaytımız istifadə olunubdur. İndi biz baxırıq. Deməli necə eləyərik? 3 ədəd 12 megabaytlıq 3 ədəd 12 megabaytlıq video fayl yazılıb. Yəni nə qədər yer tutulubdur? 3-ü vurarıq 12-yə, 36 megabaytlıq deməli video faylımız var burada. Bu 276-nı deməli 36 megabayt video fayldır. İndi biz baxırıq ki, 36-sı video fayldırsa, bunun nə qədəri fotodur? Bizdən fotonu istəyir. 276-dan çıxarıq 36-nı, videonu. Görək nə qədər bəs fotodur. Bizim üçün burada qalar nə qədər? Burada deyəsən yanlışlıq eləmişik. Toplama çıxma səhv eləmişik. 176. 176-dan çıxarıq 36-nı. Bu bizim üçün burada qalar 140 megabayt. Bəli. Texniki səhvlər hərdən ola bilər. Üzrlü sayın onları. 140 megabayt qalıbdır. Aha, deməli bizim fotomuzun həcmi 7 ədəd fotonun həcmi 140 megabaytdır. Deyir ki, bəs hər foto faylın ölçüsü neçə megabaytdır? Bizdən birini istəyir, bir dənəni istəyir. 7 dənənin həcmi 140-dırsa,
Bir dənənin həcmi nə qədərdir? Biri bizim üçün demək ki 20 megabaytdır. Neyniyərik? 140-a bölərik 7-yə. Təbii ki. Deməli bir dənəsi 20 megabayt imiş ki, 7 dənəsi 140 megabayt olmuş olubdur. Yəqin ki, bu da anlaşılır oldu sizin üçün. Və ölçüləri eyni olan 3 mətn faylı əlavə edildi. Bundan sonra qovluqda 7 megabaytlıq boş yer qaldı. Deməli, buna necə yanaşırıq bu tipli məsələlərə? Bizim bir tam dolu diskimiz var imiş. Tam dolu disk imiş. Buradan kilobayt, 5120 kilobayt və görürsünüz ki, bunlar kilobaytlandır. Fərqli-fərqli ölçü vahidlərindədir. Biz birinci tapmalıyıq ki, görək ümumi nə qədər fayl silinibdir bizim üçün. 5120 kilobayt bunları toplamaq bizə əl verməz. Çünki sonda bizdən megabaytla istəyir. Bunların hər birini neyniyərik? Gətirərik megabayta. 5120 kilobayt bizim üçün nə qədər olar? Bizim üçün olar 5 megabayt. Bölərik 1024-də. Bizim üçün olar 5 megabayt. Aha. Sonra 40960 kilobayt bizim üçün olar 40 megabayt. 3 megabayt olduğu kimi qalır. 4096 da bizim üçün olar 4 megabayt. İndi bunlara baxırıq. 5, 40, 3, 4. Toplayanda nə qədər verir? 45, 48, 52 megabayt. Deməli, 52 megabayt tam dolu diskimiz 52 megabayt imiş. 52 megabayt imiş. Buna 3 mətn faylı əlavə olunubdur və 7 megabaytlıq yenə boş yer qalıbdır. Birinci biz bu 52 megabaytdan tam dolumuzdan 7-ni çıxarıq. Boş yerimizi çıxarıq ki, görək 3 dənə mətnimizin faylının ölçüsü nə qədərdir. 52-dən çıxarıq 7-ni, bizim üçün qalar 45 megabayt. Aha. Deməli, 3 mətn faylımız bizim üçün 45 megabayt yer tutur. Bildik, bunu bildik. Bizdən isə bir mətn istəyir. Bir mətn yerin tutduğu yeri istəyir. 3 dənəsi 45 megabayt tutursa, bir dənəsi nə qədər tutar? Bir dənəsi də bizim üçün 15 megabayt yer tutmuş olacaqdır. Yəqin ki, aydın oldu. 7-ci sualımız şifahi sualdır. Baxaq. İnformasiyanın xassələri, proseslər, informasiyanın saxlanması, emalı və ötürülməsini soruşur bizim üçün. Aha, informasiya proseslərimizi. Deyir ki, müəllim tələbələrin mühazirəni oxudu. Müəllim neyniyir burada? Müəllim informasiyanı neyniyir? Müəllim informasiyanı ötürür. Yəni, müəllim mühazirəni oxuyur, informasiyanı ötürür. Şagirdlər neyniyir? Şagirdlər müəllimi qulaq asır, informasiyanı qəbul edirlər. B-yə baxaq. Rəşad müəllim, gəlin bunları da yazaq dedikcə. Deməli, 1, 2, 3... Deməli, A oldu bizim üçün ötürülmə. A variantı. Rəşad e-mail vasitəsilə bir video göndərdi. Rəşad neynədi? E-mail vasitəsilə videonu göndərdi. Yəni, yoldaşına ötürdü. Bu da ötürülmə olar. Bizim üçün B variantı olar. Rəsul yeni aldığı flash karta xoşladığı mahnıları yüklədi. Aha, Rəşad bu mahnını yükləyir ki, sonra təkrar istədiyi vaxt qulaq asa bilsin. Yəni, Rəşad neynir? Yükləyir, yəni yaddaş kartında saxlayır mahnını. Bu hansı prosesimiz olar? Saxlanma. Bu bizim üçün olar. Deməli, hansıydı? C variantı. Birinciyə. Deyir ki, Məhəmməd fizika dərsində çətin bir məsələni həll elədi. Aha, bir məsələni həll eləyir Məhəmməd və həll eləyəndən sonra yeni bir informasiya, artıq yeni bir cavab alır. Məsələni həll eləmək bizim üçün emaldır. Bu da olacaq bizim üçün, deməli 2-də D variantımız. Faiq məlumatı başqa bir dildə tərcümə etdi. Yenə formasında dəyişiklik eləyibdi. Məsələn, deyirik I go to school. Baxın, bu ingilis dilindədir. Biz, məsələn, bunun bizim dildə tərcüməsi nədir? Mən məktəbə gedirəm. Məktəbə gedirəm. Görürsünüz, bunun üstündə emal apardım mən. Müəyyən bir dəyişikliklər apardım və formasını dəyişdim. Bu bizim üçün nə olar? Bizim üçün olar emal. Y-miz də olacaq ikinciyə. 1C, 2D, Y, 3A, B. Olacaq bizim üçün D variantımız. Deməli, bu sualımız, 7-ci sualımızda D variantı olmuş oldu. Davam eləyək 8-ci sualla. Görə 8-ci sualda bizdən nə istəyir? Ölçüsü 64 megabayt olan qovluqda 15 ədəd fayl var. Aha, 5-i eyni ölçülü səs faylıdır, 2-si videodur, digərləri isə eyni ölçülü mətindir. Bizim üçün birinci buna baxaq.
Gəlin dediklərimizi yazaq. Qıraqdan yazaq. Ümumi həcmimiz nə qədərdir? 64 megabaytdır. Sonra nə veribdir? 5-i səsdir. 5-i səsdir. İkisi videodur. 2 videomuz var. Digərləri isə nədir bizim üçün? Video varsa. Aha, digərləri də mətndir bizim üçün. İndi baxırıq ki, 15 dənə faylımız varsa, 5-i səsli, 2-si videodur. Mətnə neçə dənəsi qalır? 7, 8 dənə deməli mətnimiz var. 15-dən 7-ni çıxarıq. Deməli 8 dənə də mətn faylımız var. Aha, bura qədər gəldik. Əla. İndi başlayaq bunları hesablamağa. Deyir ki, bir səs faylının ölçüsü 4096 kilobaytdır. 4096 kilobaytdır bir dənəsi. Deməli, bizdən də 5 dənəni istəyir. Biri 4096-dırsa, bunu 5-ə vurmalıyıq. Gəlin belə eləyək. Bunu ilk öncə çevirək megabayta. Bizim üçün tapmaq asanlaşsın. 4096-nı 1024-də bölərik megabayta çevirəndə. Nə qədər qalar? 4. Deməli, 4-ü 5-ə vuranda 20 megabaytımız bizim üçün səsdir. Ümumi səsdir. Sonra bizə veribdir nə? Video faylın həcmini veribdir. 224-dür video faylımız. 224 bitdi. Video faylımız da amma bir dənə deyil, 2 dənədir. Deməli, vurmalıyıq 2-yə. Bu verir bizə nə? 225 bit. Bunu da yenə gətirək megabayta. Neyniyərik? Bölərik 223-ə. Bu verər bizə 4 megabayt. Əla, bura qədərini bildik. İndi bizdən mətn faylının ölçüsünü istəyir. Mətn faylını bilmirik. Ümumi həcmimiz də 64 megabaytdır. Necə eləyərik? 20 üstə gəlinsin 4, üstə gəlinsin x bərabərdir 64 megabayta. Bir dənə burada nəyi bilmirik biz? Bir dənə burada mətni bilmirik. Bu verər 24 plus x bərabərdir 64-ə. X də bərabər olar bizim üçün nəyə? 40 megabayta. Əla, bunu tapdıq. Deməli, ümumi 8 dənə mətnimiz, 8 mətnimiz 40 megabayt yer tutur. Bizdən isə birinin ölçüsünü istəyir. Bir dənəsi nə qədər? 8-i 40 megabayt tutursa, biri bizim üçün nə qədər yer tutar? Bir mətn bizim üçün 5 megabayt yer tutmuş olacaq. 40-ı bölərik 8-ə. 5 megabayt. Aha, əla. Cavabımızı aldıq 5 megabayt. İndi gəldik variantlara baxırıq. Baxırıq 5 megabayt yoxdur. Sıraz vahiməyə düşürük ki, ayaman 5 megabayt burada yoxdur. Deməli, yoxdursa, neyə bilərik? Baxırıq ki, bizdə megabayt yoxdur, amma kilobaytlar var. 5 megabaytımızı gətirərik kilobayta. Neyniyərik? 5-i vurarıq 1024-ə. Bu da bizim üçün verər 5120 kilobayt. Sualımızın cavabı 5120 kilobayt olmuş oldu. Belə, indi 9-cu sualla davam eləyək. Görə bizdən nə istəyir 9-cu sualda? Belə 8 üstü 5 kilobit verilibdir. Bizdən deyir ki, bunu çevir nəyə? Megabayta. Neyniyərik? 8 üstü 5-imizi saxlayarıq olduğu kimi. Hətta gəlin bunu gətirək 2 üstünə. 2-nin üstü necə göstərə bilərik? 2-nin üstü 3-ün üstü 5 şəklində. 8 2 üstü 3-dür. Bu bizə nə verər? 2 üstü 15. Aha, indi ölçü vahidlərini keçirdək. Neynəməliyik? Bitdən bayta, kilodan megaya keçməliyik. Kilodan megaya keçəndə neynirik? Kiçikdən böyüyə keçəndə bölürük 2 üstü 10-a, aralarında fərq 2 üstü 10 qədərdir. Və bitdən də bayta keçirik. Yenə kiçikdən böyüyə keçirik. Bunu bir dəfə də bölərik 2 üstü 3-ə. Onlar bizim üçün nə? 2 üstü 15 bölünsün 2 üstü 13. Bunlar ixtisar gedər, qalar bizim üçün 2 üstü 2, yəni 4. Onlar bizim üçün 4 megabayt. 10-cu sualla davam eləyək. 10-cu sualda bizdən nə istəyir? Deyir ki, ABCD hərflərindən istifadə edərək 4 hərfli sözlər düzəldilir. Sözlər aşağıdakı qaydalara uyğun olmalıdır. Başlayaq görə bizdən necə istəyir? Aha, sözlər mütləq şəkildə saitlə başlamalıdır və 4 hərflidir. Birinci bunu çəkək. Sözdə deyir C hərfi yalnız 3-cü mövqedə yazıla bilər. C hərfi yalnız bax burada yazıla bilər. Əgər sözdə C hərfi yoxdursa, hərflər təkrarlana bilməz. Deməli, biz 2 dənə varianta baxacağıq. Bir, C hərfi var, yalnız 3-cü mövqedədir. Bir də ümumiyyətcə C hərfi iştirak eləmir. Sözümüzdə C hərfini iştirak elətdirməməliyik. Deməli, necə eləyərik? C hərfi olan variantımıza baxaq ilk öncə. C variantını burada yazdıq. Sonra nə deyir?
Sözlər saatlərlə başlamalıdır. Yəni birinci yerə nəyi qoya bilərik? A-nı və Y-ni qoya bilərik. Aha, bu bizim üçün neçə variant olur? 2 variant. Sonra nə deyir? Əgər sözdə C hərfi yoxdursa, hərflər təkrarlana bilməz. Əks halda təkrarlana bilər. Bizdə C hərfi var. Deməli, hərflərimizi biz təkrarlaya bilərik. C hərfi yalnız burada iştirak elədiyinə görə artıq bunlarda qoya bilmirik. Bura nə qoya bilərik? A-nı, B-ni, D-ni və Y-ni. Neçə variant? 4 variant. Bu bizim üçün bir variant sayılır. Yenə həmçinin burada A-nı, B-ni, D-ni, Y-ni. 4 variantda bura qoyuruq. Neçə dənə variantımız oldu vəziyyətimiz? 2, 4, 4. Bunları bir-birinə vururuq. 8, 32. 32 dənə variantımız burada var. İndi baxırıq ki, C-nin iştirak eləmədiyi, C hərfinin olmadığı variantlara. Hərflər də nə deyir? Təkrarlana bilməz. Aha, hərflər təkrarlana bilməzsə, sözlər də mütləq saatlə başlamalıdır. Yenə A, Y ilə başlayır. Bu oldu bizim üçün 2 variant. Sonra bura nə qoya bilərik? C hərfini götürmürük. Burada da hərflər təkrarlanmadığı üçün təsəvvür eləyək ki, bura Y-ni qoymuşuq. Artıq bura Y-ni qoya bilmərik. Y-ni də çıxırıq. Burada nəyi qoya bilərik? A-nı, B-ni, C-ni də istifadə eləmirik və D-ni qoya bilərik burada. Bizim üçün oldu neçə variant? 3 variant. Aha, bizim üçün oldu 3 variant. Sonra, məsələn, bura deyək ki, A-nı qoymuşuq. A-nı artıq bura gətirib qoya bilmərik. Burada nələri yaza bilərik? B-ni və D-ni. Neçə variant? 2 variant. D-ni də məsələn bura qoymuşuq. Artıq bura qoya bilmərik. Burada deyək B-ni yazmışıq. Bu da bizim üçün 1 variant. Nə qədər olur? 2 vur 3 vur 2. 6. Bu da verir bizim üçün 12. Ümumi vəziyyətlərimizin sayı 44. Olmuş olacaqdır. 44. 44 Y variantı. 11-ci sualla davam eləyək. Aha, 11-ci sualımız maraqlı tipli suallardandır. Yeni sual tiplərindəndir. Maşın giriş kimi 2-3 rəqəmli ədəd qəbul edir. Bəli. Bu ədədlərdən, deməli bu ədədlər üstündə dəyişikliklər aparılıbdır. Bilmirik hansı ədədlərdir. 3 ədəd verilibdir. Verilmiş 3 rəqəmli ədədlərin yüzlük, onluq və təkliş rəqəmləri uyğun olaraq cəmlənilir. Yaranan 3 ədəd bir-birinin ardınca azalan sırayla da yazılır. İndi bizim üçün misal üçün bunu veribdir. Bax, belə bir rəqəm veribdir. Necə eləyib bunu? 835 veribdir və bizə 196 veribdir. Deyir ki, mərtəbələr üzrə cəmlənibdir. Yəni, 5 ilə 6-nı toplayıb, nə verib bizə? 11. Aha. Sonra 3 ilə 9-u toplayıb, yəni təkliyi, onluğu və yüzlükləri bir toplayır. Təkliklər, onluqlar və yüzlüklər. 3 ilə 9-u toplayır. Bizim üçün nə verdi? Verir 12. 8 ilə də 1-i toplayır. Bizim üçün verir 9. Nə aldıq? 9, 12, 11. Nəticə olaraq da deyir ki, azalan ardıcıllıqla, yəni böyükdən kiçiyə doğru yazılır. 12, 11, 9. Gördünüz, bax bunu alıbdır bizim üçün. Bu aydın oldu yəqin ki. İndi bunu bizə misal üçün veribdir. İndi bizə başqa bir rəqəm veribdir. Sən bu rəqəmi özün elə. 486-nı veribdir. Birinci rəqəmimizi. Bu rəqəmi verməyib bizə. Bilmirik burada hansı rəqəmdir. 3 dənə rəqəmli bir rəqəmdir, ədəddir. Nəticə olaraq bizdə nə alınıbdır? 13, 10, 7 alınıbdır. Deməli, biz baxdıq və yaxud neynədik? Təkliyi, onluğu, yüzlüyü bir şəkildə topladıq. 6-nın üstünə nəyə gəlsək bizim üçün 7 verər? 6-nın üstünə 6 ilə nəyi toplasaq, hansı təkliyi toplasaq bizim üçün 7 verər? 1-i. Aha, yazdıq 1. Sonra 8 ilə nəyi toplasaq bizə 10 verər? 8-in üstünə 2 gəlsək, bizim üçün olar 10. Və 4 ilə nəyi toplasaq bizim üçün 13 verər? 4-ün üstünə 9 gələrik, olar bizim üçün 13. Və yenə də onsuz da azalan ardıcıllıqdır. 9, 2, 1 azalan ardıcılıqdan yazılmışdı deyə biz yəni rahat şəkildə yerinə qoyduq. Ədədimiz oldu nə? 921. Yəqin ki, aydın olur, sual qalmır. Nə sualımız qalsa qrupumuzda müzakirə eləyəcəyik və kommentlərdə də yazarsınız. Deməli, 12-ci sualla davam eləyək, görək 12-ci sualda nə istəyir? Deyir ki, saytda qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 16 simvolu parol fikirləşməlidir. Aha, simvol kimi, gəlin bunu yazaq. Bir kod qoyuruq.
Kodumuz, parolumuz necə olmalıdır? 16 simvolludur. 16 dənə simvolumuz var. Yəni necə? 1, 2, 3, 4, 5 gəlir ta ki 16 dənə. Aha, 16 dənə simvoldur. Simvollardan, yəni burada nələrdən istifadə edə bilərik? Onluq rəqəmlərdən, yəni 0-dan 9-a kimi. Hər birindən istifadə edə bilərik. Neçə dənə variantımız var? 9 dənə variant, 10 dənə. 10 dənə variant istifadə edə bilərik. Sıfırın özünü də götürürük. Çünki kod deyir bizə. Və ixtiyari X əlifbasının 30 simvolundan istifadə olunur. Deməli, 30 simvollu bir əlifbadır. Bu əlifbamızda 30 dənə simvol var. Yəni 30'unu da buraya yaza bilərik. 30 dənə də simvolumuz var. Aha, əlifbamızda neçə dənə ümumi simvol oldu? 40 simvollu bir əlifba yarandı bizim üçün. Aha, 40 simvollu bir əlifba yaranırsa, 40 simvollu bir əlifbada bir simvolumuzun tutduğu həcm nə qədərdir? Baxırıq ki, yenə 42-nin üstünə gətirə bilmirik. Necə edirik? Avtomatik fikirləşirik ki, 40 neçənin arasındadır? 32, yəni 2-nin qüvvətlərindən. 32 və 64 arasındadır. Aha, 32-nin içində yerləşir 40. Xeyr, 32-ni deməli götürmürük. 64-ün içində yerləşdiyinə görə bir simvolumuz 6 bitdir. Tapdıq bir simvolumuzun həcmini. Bax, bura 6 bit yer tutdu. Amma 16 dənə simvolumuz var. 16 dənə simvolumuz varsa, kodumuzun ümumi həcmi nə qədərdir? Həcmi 16 simvol, hərəsi 6 bitdən, iynə 6 tapdıq axı, hərəsi 6 bitdən. Simvol düsturumuz var idi, simvol sayı vurulsun i bit, bərabərdir h-a. Aha, bərabər oldu bizim üçün nəyə? 96 bitə. İndi görək sonda bizdən nə istəyir? Bir dənəsini tapdıq, 96 bitdi. Deyir, 30 belə parolun informasiya tutumu ən az neçə bayt olar? Aha, biri 96-dırsa, 30 dənəsinin birinci tapaq. 30 dənəsi. Və deyir ki, neçə bayt olar? Biz bitlə tapmışıq, amma bizdən nə ilə istəyir? Baytla istəyir. Neyini? Bitdən bayta keçəndə bölərik bunu 8-ə. Nə verər bizə? 96 ilə 8 ixtisar gedər. Burada qalar 12. 12-ni də 30-a vuranda bizim üçün olar 360 bayt. Misalımızın həcmi, daha doğrusu misalımızın cavabı olacaq 360 bayt. Belə, 12-ci sualımızla davam edək. Görək, 12-ci sualımızda nə istəyir? Gəlin, 12-ci sualı kəsib götürək. Kəsib götürə bilmirik buradan. Bircə dəqiqə. Buradan sualımızı kəsib götürək. Yapışdıraq Paint-ə. Bizim üçün həll eləmək asan da olsun. Burada yer balaca olduğuna görə. Aha, burada həll edəyim məsələmizi. Bizə nə deyir? Baxırıq, məlumat verilibdir. Məlumat üzərində bir neçə əməliyyatlar aparılıbdır. Hansı əməliyyatlar aparılıb? İlk öncə onları yazırıq. Birinci yazırıq. Birinci nə olubdur? Bu əməliyyat ASCII standartındaymış. Yəni, i'miz nə qədər imiş? 8 bit imiş. İ'miz 8 bit olub və sonra Unicode standartına çevrilib. Yəni, ASCII-dən nə olubdur? Keçib Unicode'a 16 bitlik bir əlifbaya keçib. Aha, həcmimiz necə olub? Görürük, həcmimiz 2 dəfə artıbdır. Bu öz yerində. Sonra nə olub? Görək, sonra başına nə gəlibdir bunu. Sonra, daha sonra məlumatın 5-də 2-si silinibdir. Məlumatımız təbii ki, bilirik ki, 5-də 5 imiş də. Həcmi 5-də 5 imiş. Tam imiş. 5-də 2-si silinibsə, nə qədər qalıb bizim üçün? 5-də 3-ü qalıbdır. Aha, 5-də 3-ü qalıb. Sonra nə olubdur? Ən sonunda da 25% arxivləşibdir. Arxivləşmə nə deməkdir? Arxivləşmə, təsəvvür edin ki, bu bir qutudur. Arxivləşmə sıxmaqdır. Bunun 25%-in, bu qutunun həcmi 100%-dir bizim üçün. Bunun 25%-in arxivləşdirmək, yəni 75%-in saxlamaqdır. Aha, bu da aydın oldu. 75%-ni tapırıq biz. Bu əməliyyatlardan sonra məlumatın həcmi 18 bayt olubdur. Yəni, ən sonda, bax, ən sonda bu olub bizim üçün 18 bayt. Deməli, biz nə etməliyik? Bizdən əvvəli istəyir, ilkin həcmi istəyir. Görək, burada neçəymiş həcmimiz? Sonu veribdir, əvvəli istəyir. Yəni, nə etməliyik? Sondan əvvələ doğru getməliyik sıralı şəkildə. Görək, bunun başına nə gəlibdir ki, nəticəmiz 18 olub. Deməli, bu 25% sıxılıbdır. 18 bayt qayılıbdırsa, yəni 75%-i
18 baytdırsa, bir tapaq görək. Bu 100% olanda nə qədər imiş bunun həcmi? Birinci onu tapaq. Aha, necə tapırıq? 100 ilə 75 ixtisar aparırıq. Qalar bizim üçün burada neçə? Burada qalar 3. Bu nə ixtisar gedər? 25 ixtisar gedər. Burada da qalar 4. 3x bərabərdir. 18 vurulsun 4-ə. Bununla bu ixtisar gedər. X da bərabər olar bizim üçün 24-ə. Aha, əla. Aldıq 24. Deməli, burada olanda 24 imiş. İndi baxırıq. 5-də 3-ü 24 olan ədədi tapırıq. 5-də 3-ü 24 olan ədədi tapırıq. 5-də 3-ü bölməliyik 24-ə. Bunlar ixtisar gedər. Qalar bizim üçün nə? 8. Neyinirik? Böləndə neyinirdik? Tərsinə aparırdıq, qaldırırdıq yuxarı. 24 ilə 3 ixtisar gedir. Qalır bizim üçün 5 vurulsun 8. Bu da bizə verər nə? 40. 40 və baytla. Həmçinin baytla. Çünki burada baytla idi. Aha, bu da belə. Deməli, 5-də 2-si silinib, 5-də 3-ü də 40 bayt imiş. İndi yenidən birinciyə qalxırıq. Burada nə olubdu? 2 dəfə həcm azalıbdı. 8 bitdən düşüb 16 bitə. Həcm 2 dəfə azalıb 40 bayt olubdu. Baxın, görürsünüz. 2 dəfə azalmayıb, əstəğfurullah. Həcm 2 dəfə artıb 40 bayt olubdu. Biz baxmalıyıq. Əgər 16 bitdə 40 bayt imişsə, bu 2 dəfə az olanda həcmi nə qədər imiş? Deməli, bunu 2 dəfə azaltsaq, yarısı, 2 dəfə, yəni yarısıdır. Həcmimiz nə qədər olar? Təbii ki, 40-ı bölərik 2-yə, həcmimiz olar. Bizim üçün 20 bayt. Cavabımız olacaq 20 bayt. Y variantı. Aha, qalxırıq yuxarı 14-cü sualına. Davam edirik. 14-cü sualda nə istəyir? Deyir ki, müəyyən bir ölkənin əhalisi 200 nəfərdir. Aha, 200 nəfərlik bir əhalidir. Bunlara deməli nə verilibdir? Voyun yalnız 2, 4, 6, 8 rəqəmlərindən və bir dəqiqə bunu sual tam burada yerləşmir. Aha. Rəqəmləri var. Bu rəqəmlərdən istifadə edib biz kod düzəltməliyik bunların hər birinə. Əgər bütün sakinlərin bütün müxtəlif nömrələri varsa, deyir ki, minimum uzunluğu V-nin nə qədər olmalıdır? Biz bunu necə taparıq? Gəlin birlikdə həll edək bunu. Deməli, necə yazarıq? Aha, hər nömrəmiz 4 rəqəmdən ibarətdir. 4 dənə rəqəm istifadə edə bilirik burada. 2, 4, 6, 8. 4 dənə rəqəmdən ibarətdir. Yəni, rəqəmlərimizi yazaq, bizim üçün lap aydın olsun. 2, 4, 6, 8. Aha. Uzunluğu n olan belə nömrələrin bizdən uzunluğunu istəyir ki, görək uzunluğu nə qədər olmalıdır. Uzunluğunu bir n deyək. Belə nömrələrin sayı nə qədər olar? 4 üstü n şəklinə gətiririk. Yəni, hər yerə 4 dənə seçim düşür bizim üçün. Bizə lazımdır ki, 4 üstü n böyükdür, bərabərdir 200 olan vəziyyətə baxaq. Görək, 4-ün üstünə gətirəndə hansı 200-də bərabər və 200-dən böyükləri ödəyəcəkdir. Çünki 200-dən nəfərimiz var axı bizim. Elə bir simvollu kod düzəltməliyik ki, uzunluğu elə olmalıdır ki, 200 nəfərin hamısı yerləşsin o koda. Deməli, neyniyərik? 4 üstü n 200-dən böyük olmalıdır. Baxırıq, 4 üstü 1 bizə verir 4-ü. 4 üstü 2 bizə verir 16-nı. 4 üstü 3 bizə verəcək 64-ü. Və nəhayət 4 üstü 4 bizim üçün olacaq 256. Aha, deməli, 256 şərti artıq bizi ödəyir. 3 simvolu bizə kifayət eləmir. Baxın, 64 olur. Amma 4 üstü 4, 256. Şimdi sualımızla davam edək. Deyir ki, qurğu 6 simvollu kodlar düzəldir. Bu kodun ilk simvolu ikili say sisteminin rəqəmləri, son simvolu isə 5 ya da 0 ola bilər. Deməli, ilk öncə buna baxırıq. 6 simvollu bir kodumuz var. 5, 6 simvolludur. Aha, son simvolu ya 5 ya 0 ola bilərsə, biz hər iki vəziyyətə baxmalıyıq. Bir dəfə sonu 5 olan vəziyyətə baxacağıq. Bir dəfə də sonu 0 olanı. 6 kod çəkək. Sonu 0. Gəlin buraya yazaq, özümüz sonra çaşdırmayaq. Aha. Deməli, deyir ki, nə deyir? X simvolu ikili say sisteminin rəqəmləri. Yəni, nə qoya bilərik bura? 0 və 1. Burada 0 və 1.
Sonra nə deyir? Qalanları isə onluq say sisteminin cüt rəqəmləridir. 0 da daxil. Onluq say sistemimizin cüt rəqəmləri hansılardır? 0, 2, 4, 6, 8. Yəni neçə variant? 1, 2, 3, 4, 5 variant. Aha. 5 variant bura qoyuruq. 2 variant buradadır. Qalanlarını da eynən 0, 2, 4, 6, 8-i qoya bilirik. Yəni 5 variant, 5 variant. Bu da 5 variant. Bura amma sadəcə 5-i qoyduğumuzda görə 1 variant. Yəni başqa bir şey qoya bilmərik. Yalnız sonu 5 qutarmalıdır. Aha, indi hesablayaq. Nə qədər olur? 10, 50, 250 və 1000. Səhv eləmirəmsə 1225 olmalıdır burada. Və burada da eynən birinci yerə 2 variant, yenə bunlara 5 variant, 5 variant, 5 variant. Bu da belə. Burada 1 variant, 0-ı qoymuşuq. Bu da bizim üçün nə verəcəkdir? 1225 dənə vəziyyət verəcək. Ümumi halların cəmi 1225 üstə gəl 1225 bizim üçün nə verəcəkdir? 2500. Bu 1225 alınmır. Gəlin dəqiq şəkildə baxaq buna. Görək burada nə alınır? 2 vurulsun. Deməli 2 vurulsun. Dəqiqə. Zəhmət olmasa. Aha. 2 vurulsun 5. Vurulsun 5. Vurulsun 5. Bir dənə də 5. 1250 verirdi. Biz 1225 yazmışdıq. Ona görə yanlışlıq oldu. Deməli, cavabımız nə oldu? Cavabımız oldu 2500. Belə. İndi 16-cı sualla davam edək. Görə bizdən nə istəyir? Deyir ki, x sayda simvoldan ibarət olan məlumat ASCII standartından 65536 simvolu əlifbaya keçən zaman həcmi 256 kilobit artmışdır. Əgər bu məlumat 512 simvolu əlifbada kodlaşdırılarsa, həcmin istəyir. Deməli, gəlin yazaq. Görə bizdə birinci nə veribdir? Birinci, simvol sayı, düsturumuz necədir həcm düsturumuz? Simvol sayı vurulsun i bərabərdir həcmə. İndi bizdə i-ni ASCII-də veribdir. Yəni 8 bit imiş. 8 bit olanda həcmimiz h imiş. Sonra 65536 simvolu əlifbaya keçibdir. Yəni SS vurulsun. Nə olubdur? 16 bitə keçibdir. 16 bit bərabərdir h. H-ımız nə qədər artıb həcmimiz? 256 kilobit. Üstə gəlsin. 256 kilobit. Aha, belə suallarda mən sizə belə bir qısa yol deyim. Tərəf-tərəfə çıxırıq, bu öz yerində. Amma belə misallarda bir standartdan başqasına keçib həcm dəyişəndə hər zaman böyükdən kiçiyi çıxın, 16 çıxılsın 8, vurulsun simvol sayı, bərabərdir 256, bərabər edin verilən həcmə. 256 kilobitə. Nə verir bizə? 8 bit bərabərdir 256 kilobit. Kilobitdən də bitə keçməliyik. Vurarıq 2 üstü 10-a. Aha. Nə olar bizim üçün? Simvol sayı bərabərdir. 2 üstü 8 vur 2 üstü 10. 2 üstü 18 bölünsün 2 üstü 3. Yəni qalar 2 üstü 15. Aha. Simvolumuzun sayını tapdıq. 2 üstü 15-dir. Deyir, 512 simvolu əlifbada bəs kodlaşdırsa həcmi neçə kilobayt olar? İndi yenə düsturumuz necə idi? Simvol sayı vurulsun i bərabərdir h-a. 2 üstü 15-i vurarıq 512 simvolu əlifba, yəni 9 bitə və bizdən son olaraq kilobaytla istəyir. Bölərik 2 üstü 13-ə. Aha, bu qədər. Bunlar ixtisar gedər. Burada qalar bizim üçün 4. 4 vur 9 bərabər olar 36 kilobayta. Sualımızın cavabı olacaq 36 kilobayt. Yəqin ki, aydın oldu. 17-ci suala baxaq. 17-ci sualda nə deyir? Rəqəmlərimiz verilibdir. Neçə 3 rəqəmli cüt ədəd düzəldə bilərik bu rəqəmlərdən? 3 rəqəmli dediyinə görə 3 dənə simvol çəkirik. Cüt dediyinə görə hansılar götürərik? 0, 2, 4, 6-nı. 0, 2, 4, 6 neçə dənə variantımız? 4 dənə. Aha. Ədəd dediyinə görə bura 0-ı qoya bilərikmi? Yox. Burada hansılar qoya bilərik? 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı. Deyir ki, təkrarlana bilər. Aha, yəni ona görə bunların hər birini qoya bilərik. Neçə dənə variant? 6 dənə. Vurulsun. Artıq bura 0-ı qoya bilərik. 0, 1, 2, 3, 4, 5, 6. Neçə variant? 7 variant. Belə. 6 vur 7, vur 4,
Bu eləcək 42, 42-ni də vurarıq 4-ə. Bu da verər bizim üçün 168-i. Cavabımız olar B variantı. 18-ci sualdan davam edək. 18-ci sualda deyir. 6 megabaytdan çıxıb 2048 kilobaytı. Eyni ölçü vahidləri olmadığına görə çıxa bilmərik. Məcburuq kilobaytı ya megabayta gətirək, ya da megabaytı kilobayta gətirək ki, çıxaq. Görək bizə nə verir. Amma sonda nəticəni megabaytla istəyir deyə, gəlin elə kilobaytı megabaytı çevirək. 2048 kilobaytı neyinərik? Megabayta çevirəndə bölərik 1024-ə, verər bizim üçün 2 megabayt. Aha, 6 megabaytdan çıxarıq 2 megabaytı, bərabər olar bizə 4 megabayta. Cavabımız olar C variantı. 19-cu sual. 128 simvollu əlifbada yığılmış sənəd. Yaddaşda 49 kilobayt yer tutur. Bizdən Unicode'da deyir yığılsa nə qədər. Birinci gəlin baxaq görək. 128 simvollu əlifbada. Bir simvolumuz nə qədər yer tutur? Bir simvol bizim üçün 7 bit yer tutar. Aha, bunu bildik. Həcmimiz də verilib bizə 49 kilobayt. İndi biz buradan nəyi taparıq? Simvol sayını tapa bilərikmi? Simvol sayı vurulsun 7 bitə bərabərdir 49 kilobayta həcmi. Simvol sayı bərabərdir 49 kilobaytdır, bu da bitdi. Eyni ölçü vahidinə gətirərik. 49-u vurarıq 2 üstü 13-ə, bölərik 7-yə. Nə verər bizə? Bunlar ixtisar gedər, qalar 7 vurulsun 2 üstü 13. Aha, tapdıq simvolumuzun sayı bunu. İndi deyir, bəs bu sənəd Unicode'da yığılsa nə qədər yer tutar? Heç nə, simvolu bilirik. 7 vur 2 üstü 13-dür. Unicode'da yığılsa, deməli, Unicode'da yığılsa, bunu vurarıq nəyə? Buranı nə ilə almışıq? Bitlə almışıq. Vurarıq 16 bitə. Və sonda bizdən baxırıq ki, bitlə istəmir. Cavablarda hamısı kilobaytdır. Avtomatik bunu gətirərik kilobaytı. Bölərik 213-ə. 213-lər ixtisar gedər. Qalar 7 vurulsun 16. Bu da bizim verər 112 kilobayt. Cavabımız olar A variantı. 23 suala baxaq. Unicode'da yığılmış 3 səhifəlik mətn sənədi 7950 bayt informasiya təşkil edir. Aha, 25 simvolumuz var. Sətr istəyir. Səhifə verilibdir. 3 səhifəmiz var. Vurulsun. Simvolumuzun sayı da verilibdir ki, 25 simvolumuz var. Sətri bilmirik. Düsturumuz necə idi? Simvol, vurulsun səhifə, vurulsun sətir, vurulsun i bitə, yəni bir simvolun həcminə bərabər olur haşa. Əla. İndi nəyimiz var bizim? Səhifəmiz var. Bizim üçün simvolumuz da var. Sətri bilmirik, x yazırıq və i-ni də verib ki, Unicode'da kodlaşdırılıbdır. Yazarıq 2 bayt. Nəyə görə bayt yazırıq? Çünki sonda həcmimizi baytla verib bizə. İşimiz rahat olsun deyə. 7950 bayt. İndi baxırıq. Deməli, bunları nə etməliyik? Adi sistem tənlik kimi həll eləməliyik. 75x vur 2 bərabərdir 7950-yə. Burada da x bərabərdir. Neyin yərik? Nə alınır burada? Gəlin, belə yazaq. 7950 vur 2 böl 75 şəklində olmuş olacaqdır. Bu da bizə verəcək. Vurarıq 2-yə, bölərik 75-ə. Bizdə olacaq 212. 212. Yəqin ki, səhvliyimiz olmadı. Baxaq görək, cavablarda ya problem var, ya da haradasa nəsə gözümüzdən qaçdı, səhvliyə yol verdik. Nəyi səhv eləmişik? Bir dənə ona baxaq. 7950 baytımız var. 2 bayt Unicode'dadır. 3 vurulsun 25. Yox, deyəsən səhvliyimiz yoxdur. Ola bilsin ki, misalda səhvlik var. Bu suala mən sonra bir daha özüm baxacağım. Görüm nəyi səhv eləmişik. Bölmə səhv eləmişik. Bölmə səhv eləmişik burada. Bircə dəqiqə. Burada bölmə səhv olunubdur. Yox, misalda səhvlik yoxdur. 3 vur 25 vur 2 vur x bərabərdir 7950-yə. X bərabərdir kalkulyatorla böləndə
kalkulyatorla böləndə bizə verir 53-ü. Nəsə hesablama səhv eləmişik. Belə. Əsas odur ki, həlli budur. Hesablama səhvlərinə fikir verməyin. Yəni, texniki səhvlərdir. Deməli, 21-ci suala baxaq. 2 səhifəli informasiya yaddaşda 400 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 3 dəfə çoxdur. 2 dənə səhifə verilibdir. Aha. Birincinin həcmi ikincidən 3 dəfə çoxdur. Yəni 3 dəfə çoxdur nə deməkdir? İkinci x-dırsa, birinci 3x-dır. Üstə gəlinsin, ümumi həcmi 400 bayt yer tutur bizə deyir. İkisinin bir yerdə həcmi 400 bayt yer tutur. Tapa bilərikmi birinin həcmin? 4x bərabərdir 400 bayta. X da bərabərdir bizə nəyə? Bizim üçün olar 100-ə. Aha, deməli, bir dənəsi x-ımız tapdıq 100. Bizdən nə istəyir? Birinci səhifədə neçə simvol var? Baxırıq, səhifəmiz var, x-ı da tapdıq 100. Birinci səhifəmizdə nə qədərdir? 3x-dır. X-i gətirib qoyarıq yerinə, 3-ü vurarıq 100-ə. Bizim üçün olar simvolumuzun sayı nə qədər? 300 simvol. Bu sualımız da belə. Davam eləyək 22-ci sualına. Sənəd 10 səhifədən ibarətdir. Deməli, 10 simvol və hər səhifədə 5 baytlıq şəkil var. Ümumi həcmdə bizə verilibdir. 100, nə qədər verib? 100 bayt veribdir. Deməli, bunu necə eləyərik? Baxırıq ki, bir səhifədə həm şəkil var, həm mətn var. Üstəki şəklin üstünə mətnin həcmin gələndə bizə verir nəyi? Ümumi həcmi. Ümumi həcm. Ona görə də biz şəkli ayrı tapmalıyıq, mətni ayrı tapmalıyıq. Gəlin birinci şəkli tapaq. Hər səhifədə 5 megabaytlıq şəkil var. Bizim də 10 dənə səhifəmiz var. Deməli, ümumi nə qədər şəklimiz var? Onu vurarıq 5-ə. Bilərik ki, ümumi bizim 50 baytlıq şəkil informasiyamız var. Aha, 50 baytlıq şəkli tapdıq. İndi gəlin mətnə baxaq. Mətnimiz nə qədərdir? Mətnimiz 10 səhifədir. Hər səhifədə də 100 simvol var. Aha, 10 səhifə, hər səhifədə də 10 simvol varsa, bizim üçün nə qədər verir? Bizim üçün 100 simvol verir. Əla, bunu da tapdıq. Şəkili də tapdıq, mətni də tapdıq. İndi baxırıq. Biz mətnin simvolunu tapmışıq. Hələ həcmin bilmirik nə qədərdir. Ümumi həcmdən şəkili çıxsaq, mətni verər bizə. Bəli. Ümumi həcmimiz 100-dür. 100 baytdır. 100 baytdan çıxarıq şəklimizin həcmin, yəni 50 baytı. Qalar bizim üçün mətnimizin həcmi. 50 bayt. Aha. Həcmimiz var, simvolumuzun sayı var. Süsturumuz necə idi? Simvol sayı vurulsun i-yə bərabərdir həcmə. Gətirib yerinə qoyuruq. 100 simvol vurulsun i-ni bilmirik, bərabərdir 50 bayt. Amma bu baytdır. Bunu bura bit olduğuna görə bitə çəkdirməliyik. Neyini yərik? Vurarıq 8-ə. i bərabərdir bizə nəyə? 50 vurulsun 8 bölünsün 100. Bundan bir ixtisar gedər. Burada qalar. Bir dəqiqə. Nədə səhv elədik? Hə, yox, səhvlik yoxdur. Burada qalar 2. Bu olar bizim üçün 4. Bəli, 4-ü tapdıq. Bizdən əlifbanın gücünü istəyir. i-ni tapmışıq 4. Güc düsturumuz necə idi? n bərabərdir 2 üstü i. Gətiririk i-ni, qoyuruq 2-nin üstünə. 2 üstü 4 bizim üçün olar 16. Əlifbamızın gücü olar bizim üçün 16. Belə, 23-cü sualdan davam edək. Həcmi kilobaytın 4/1 hissəsindən ibarət olan. Aha, biz bilirik ki, kilobaytın həcmi nə qədərdir? Kilobaytımız ölçü baytlarına əsasən bit bayt, baytdan da kilobayta. 2 üstü 13. Aha, 2 üstü 13-dür. Deyir ki, 4/1 hissəsindən ibarət məlumatda 4/1 hissəsini tapaq görək nə qədərdir? Nə qədər neçə bit informasiya var? 4/1-i yazarıq 2 üstü 13 vur 2 üstü 2 şəklində. Neyiniyərik? Bunlar ixtisar gedər. Bizim üçün nə qalar? 2 üstü 11, yəni 2048 bit informasiyamız olmuş olacaq. Cavabımız A variantı. 24-cü suala baxaq. Əlifbanın gücü verilibdir. Məlumat 160 kilobayt yer tutur. Bəli, i-miz var. Buradan i-ni tapa bilərik. İndi taparıq. Gücümüz 256-dırsa, i-miz nə qədər olar? i-miz olar 8. Düsturumuz necə idi? n bərabərdir 2 üstü i. Bizə bunu verib, 256-nı verib. Bunu istəyir. i-miz olar 8. Həcmimiz də verilib ki, 16 kilobaytdır. Aha,
Deməli, düsturumuz necədir? Simvolun sayını necə tapırıq? Vurulsun 8 bitə bərabərdir 16 kilobayta. Əla. Simvol sayımız da bərabərdir 16 kilobaytdır. Bura bitdi. Nə etməliyik? Eyni ölçü vahidinə gətirməliyik. 16-nı vurarıq 2 üstü 13-ə, bölərik 2 üstü 3-ə, yəni 8-ə. Deməli, bundan 16 2 üstü 4'tür. Bu da 2 üstü 13'tür. Bize ne verir? 2 üstü 17 bölünsün 2 üstü 3. 2 üstlərə gətirəndə bizim üçün hesablamaq daha rahat olur. Yəni texniki səhvlər eləmirik. 2 üstü 14. Nəticəmiz olacaq A variantı 2 üstü 14. 25-ci sualda və son sualımızdır. A, B, C, D, E hərflərindən istifadə olunaraq neçə 5 hərfli söz yaratmaq olar? Bizdən 5 hərfli bir söz düzəltməliyik, bayaqçındandır və hərfləri müxtəlif olmalıdır. Baxaq, birinci yerə A-nı, B-ni, C-ni, D-ni və Y-ni istifadə edə bilərik. Hamısını qoya bilərik də. Birinci, yəni öz ixtiyarımızdadır. 5 dənə variantın 5-ini də qoya bilərik. Tutalım deyək ki, birinci yerə mən A-nı qoymuşam. A-nı getdim yazmışam bura. Artıq ikinci yerdə bura A-nı yaza bilmərəm. Çünki hərfləri müxtəlif istəyir bizdən. Artıq ikinci yerə A-nı yerə yaza bilmərəm. Nə qalır bizim üçün? B, C, D və Y. Aha, neçə variantımız? 4 variantımız qalır. Burada tutalım yazmışam C-ni. Artıq bura C-ni yaza bilmərəm. Nə də A-nı yaza bilmərəm. Hansı variantlarımız qalır? B, D və Y. 3 dənə variant. Burada məsələn yazmışam D-ni. Qalır bizim üçün 2 variant. Burada birini yazıram. Bura qalır 1 variant. Neçə dənə olur ümumi? 5 vur 4 vur 3 vur 2. 20. 20-ni 3-ə. Heç hesablamağa ehtiyac yoxdur. Bizə variant şəklində veribdir. 5 vur 4 vur 3 vur 2 vur 1. Əla. Deməli, sınağımızın son sualını da izah elədik. Bu bizim birinci sınağımız idi. İnşallah ödənişli qrupumuzda sınaqlarımız həftədə 2 dəfə təşkil olunacaqdır. Sınaqlarımız növbəti dərslərdən yəqin ki, canlı şəkildə izahı canlı olacaqdır. Kimə nə qaranlıq qalan məqam olarsa, sınağın izahına baxandan sonra, yəni qrupda nə qaranlıq qalırsa soruşun və yaxud da komment hissəsinə yaza bilərsiniz. Yəni geri dönüş olunacaqdır mütləq şəkildə. Növbəti sınağımız haqqında məlumat inşallah qrupa ətraflı göndəriləcəkdir. Ümid edirəm hər bir sual aydın oldu. Qaranlıq qalan məqam olmadı. Sağ olun, salamat qalın.